Nəyə görə əsgərlərə saqqal saxlamağa icazə verilmir? Ağsaqqal tarixən kişilik və gücün simvolu olub. Əsas və ən ciddi səbəb Birinci Dünya müharibəsində kimyəvi silahların tətbiqindən sonra meydana gəldi. Qaz maskasının həyat qurtarması üçün o dəriyə mükəmməl yapışmalıdır. Saqqal bu sıxlığı pozur və ölümcül qazın nüfuz edə biləcəyi kiçik boşluqlar yaradır. Digər tərəfdən sərt şəraitdə və ya səngərlərdə əsgərlər tez-tez düzgün yuyunmaq imkanından məhrumdurlar. Üz tükləri tez bir zamanda çirk, toz və qida qalıqları üçün tələyə, ən əsası bit kimi parazitlər üçün ideal bir çoxalma mühitinə çevrilə bilərdi. Təmiz qırxılmış üz kollektiv daxilində infeksiyaların və epidemiyaların qarşısını almağın ən sadə və ən təsirli yoluna çevrilir. Həmçinin vahid geyim formaları, standart saç kəsimləri və üz tüklərinin olmaması sinif və sosial fərqləri vizual olaraq aradan qaldırır. Bu intizamı gücləndirməyə və hər kəsin bərabər olduğu həmrəy bir komanda yaratmağa kömək edir. Bu gün əlbəttə ki, istisnalar var. Misal üçün xüsusi təyinatlı qüvvələrin əsgərləri yerli əhali ilə qarşılamaq və daha çox etimad yaratmaq üçün yaxın şərqdəki əməliyyatlar zamanı tez-tez saqqal saxlayırlar. Tibbi səbəblərə və ya dini inanclara görə də güzəştlər verilə bilər, lakin nizami ordu əsgərlərinin böyük əksəriyyəti üçün qayda dəyişməz olaraq qalır. Amma üz təhlükəsizliyin, sağlamlığın və intizamın bir forması olub.